Xoş gördük, hörmətli izləyicilər, Azad media izləyiciləri, eləcə də dünyada və Azərbaycanda yaşayan həmvətənlərimiz. Bugün Sumqayıt şəhər məhkəməsində, Sumqayıt məhkəmə kompleksində Milli Dövlətçilik Partiyasının sədri, təsisçisi, Sumqayıt maşın bazarının və digər bu cür obyektlərin sahibi Sabir Tanrıverdiyevin övladları arasında gedən məhkəmə çəkişməsində iştirak elədi. Bildirirəm ki, Sabir Tanrıverdiyev hələ ölümündən əvvəl vəsiyyət eləyib, vəsiyyətə görə onun 9 vərəsə hüquqlu övladı olub, lakin onun vəfatından sonra övladlarından biri digərlərinin hüquqlarını mənimsədiyi iddia olunur. Belə ki, onun ölümündən sonra Tanrıverdiyev Davud yuxarıda qeyd edilən Sumqayıt maşın bazarından payışı olduğuna görə yığılan yığımlardan onun övladına 50 manatdan başlayaraq 1200 manata qədər pul verib. Daha sonra Sumqayıt maşın bazarından yığılan vəsaitlərin konkret hesabı olmadığı üçün onlara verilməli olan vəsaitlər hər zaman cüzi miqdarda aldatma yolu ilə verilib. Bundan sonra isə Səbinə xanıma onun qardaşı Davud Tanrıverdiyev tərəfindən, həmçinin bacısı Nərgiz Tanrıverdiyevaya və Esmira Tanrıverdiyeva torpaq hədiyyəsi verəcəyini vəd eləyib. Deməli, oktyabrın 2-si 2017-ci ildə Sumqayıt şəhərində yerləşən Sumqayıt şəhər 4 saylı notarial kontorunda çağırıblar ora və qeyd olunan həmin hədiyyənin verilməsi ilə bağlı, torpaqla bağlı yəni, üzərində olan evi də verəcəyini vəd eləyərək onları aldadıb və Sumqayıt şəhər 4 saylı notarial kontorunun notariusu Cəmaləddin Rüstəmovla əlbir olaraq bu iddia ərizəsində iddia olunur mənim dediklərim. Əlbir olaraq sənədlərin içərisində vərəsəlikdən imtina edilməsinə dair ərizəyə imza atılıb. Və hazırda Səbinə Tanrıverdiyeva, indiki familiyası İsmayılovadır. Səbinə İsmayılova atasının vərəsəsi kimi aldadılaraq vərəsəlik hüququndan ləğv etdirilməsinin qarşısının alınması üçün və yenidən bərpa olunması üçün Sumqayıt şəhər məhkəməsinə müraciət edib. Səbinə xanım, hadisə necə baş verib? 2015-ci ilin sentyabrın 4-ü atam Tanrıverdiyev Sabir rəhmətə gedəndən sonra 2017-ci ilin noyabrın 11-də Davud Tanrıverdiyev bizi 4 saylı notariusun kontoruna çağırmışdır. Və bizə sürpriz adı ilə çağırmışdı və bizə vəd vermişdi ki, sizə torpaq verirəm. Biz bacım Nərgiz Tanrıverdiyeva Sabir qızı, Esmira Tanrıverdiyeva Sabir qızı və mən Səbinə İsmayılova Sabir qızı, biz üçümüz həmən günü yığışmışdıq notariusun, 4 saylı notariusun kontorunda. Rüstəmov Cəmaləddin, notariatın rəhbəri bizə başa salmadan başqa bir sənədə qol çəkdirmişdi və bizə başa salmadı ki, bu sənədlər nə üçündür? Bizə deyilmişdi ki, 6 sot torpağa siz qol çəkirsiniz. Amma biz həmən günü 2 sənədə qol çəkdik. Bir sənəd 6 sotun torpağına qol çəkmişik, qalan əlavə sənəd qoyuldu və ora qol çəkdirdilər, bizə imtina elətdirdilər və bizim o xəbərimiz olmadan. Və ondan sonra, bir neçə ildən sonra... Yəni, nəyə imza atdığınızı bilmədiniz? Bilməmişik, imtina eləmişik, varislikdən imtina eləmişik. Sizə nə adla imza elətdirdilər? Bizə 6 sot torpağına hədiyyə verərək bizə çağırmışdı notariusa, amma biz həmən günü 2 sənədə qol çəkdik. Sənədlərin arasında verdi? Sənədlərin arasında başqa bir sənədi gətiriblər, təqdim ediblər, qoyublar altında. Biz də qol çəkdik, amma bilməmişdik ki, biz imtina eləyirək. Üstündən bir neçə il üstündən keçəndən sonra bu torpaq məsələsində qardaşım torpağı təzədən geriyə qaytarmaq özü üçün istəyəndə bu söhbətlər açıldı. Bizə verdiyi torpağı geriyə istədi. Bizdə də şübhə yarandı. Biz getdik notariusa araşdırdıq. Bizə aydın oldu ki,
biz imtina eləmişik, varislikdən imtina eləmişik. Və ondan sonra da mən məhkəməyə müraciət elədim. İndi hal-hazırda məhkəməm gedir. Yəni bu qədər. Səminə xanım, qarşılıqlı ailə arasında masa arxasında oturub bunu həll eləmək mümkün idimi? Qardaşım bir neçə dəfə yəni mənə vəd verdi ki, mən varisliyi bərpa eləyəcəm. Bu söhbət açılanda bizdə söz verilmişdi ki, bərpa eləyəcək. Amma vaxtı hər zaman uzada vaxtı yaxın durmadığına görə mən məcbur oldum məhkəməyə müraciət elədim. Məhkəmədən tələbiniz nədir? Məhkəmədən tələbim odur ki, maşın bazarının biz varislər həm payçıyıq, həm də ki varisiyik. Siz varisliyin necə deyim sizə? Varisliyin tələbini qoymusunuz, yox? Bəli, mən sənədləri bərpa eləmək istəyirəm. Varisliyi bərpa eləmək istəyirəm. Vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini istəyirsiniz. O bir evlatlardan pay tələb edirsiniz, hörmətliyim. Hərəsinə bir, yəni indi kim necə, biz ögey bizdə var, ögeylik var. Doğma biz 2 bacıyıq, Tarverdiyeva Nərgiz Sabir qızı və mən. Qalan da bir-birimizə ögəyik də. İndi çox münasibət yaxın deyil, sıx deyilik də. Yəni o dərəcədə bilmirəm. Növbəti məhkəmə prosesi hansı tərəfə göstərir? Oktyabrın 28-də məhkəmə prosesi davam edəcək. Davam edəcək. Təşəkkür edirəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırım ki, bugün Sumqayıt şəhər məhkəməsində Səbinə İsmailova Tarıverdiyevanın Sumqayıt maşın bazarı kimi tanınan Sumqayıt maşın bazarının sahibi Davud Tarıverdiyeva qarşı açdığı məhkəmə iddiasına baxış keçirildi, hazırlıq iclası keçirildi. Məhkəmə prosesinə hakim Vəfa Şirəliyeva sədrlik edirdi. Məhkəmə prosesi zamanı tərəflərin dəlil və sübutları təqdim edildi. Həmçinin Səbinə İsmailova Tarıverdiyevanın təqdim etdiyi görüntülər, atası Sabir Tarıverdiyevin görüntülü vərəsəlik hüququ ilə bağlı payların bölünməsi, vəsiyyətinin açıqlanması, sənədlərə imza atılması, eyni zamanda bütün bu iddia olunan dələduzluqlardan sonra hansı ki məhkəməyə bununla bağlı müraciət edib Səbinə İsmailova Tarıverdiyeva ki, ona qarşı dələduzluq halları baş verib, həmin məsələ ilə bağlı məhkəməyə bundan əvvəl də müraciət olunub və həmin müraciətlə bağlı onların arasında baş verən telefon diyaloqu səsləndirildi ki, orada Davud Tarıverdiyev bacısına deyir ki, mən həmin torpağı, həmin obyekt sənindir. Hətta dedilər, mən dedim ki, yox, ora Səbinənindir və özü də təsdiq eləyir ki, əslində burada iddia olunan həmin dələduzluq baş verib. Məhkəmə prosesi oktyabrın 28-i saat 09:45-ə qədər təxirə salındı. Qarşıdan gələn məhkəmə prosesində baş verənləri sizə olduğu kimi çatdıracağam. Nəzərinizə çatdırım ki, Sumqayıt maşın bazarı kimi tanınan həmin bu bazarın sahibi Davud Tarıverdiyev dəfələrlə bu cür məsələ ilə bağlı bacısı ilə telefon danışıqları eləyib, öz aralarında güya razılaşmaya gəlib və sonunda bəlli olub ki, bu xanım dəfələrlə aldadılmaya məruz qalıb və ona görə də çarəsi kəsilib və məhkəməyə müraciət edib. Əslində bu cür hallar ailə içində həll olunsa daha yaxşıdır. Ailə içində həll olunsaydı, məsələlər bu müstəviyə gəlib çıxmazdı. Bəlkə də onların bir ağsaqqalları, bir ağbirçəkləri yoxdur ki, bu işi yoluna qoysun, bu işi onların arasında sülh yaratsın və hər kəsin qanunu, hüquqi payı, haqqı nədirsə o ona verilsin. Təşəkkür edirəm hər birinizə bizi izlədiyinizə görə. Paylaşın və abunə olun ki, daha çox insan
Ölkədə baş verən ictimai siyasi hadisələr, qalmaqallı məhkəmə çəkişmələri, həmçinin fövqəladə vəziyyətlər, vətəndaş-məmur münasibətləri və bunun qayəsində yaranan, həll olunan, həlli yolları məhz bizdən Azad Media TV olaraq izləyə biləsiniz.